Tarixdə mifə çevrilərək konteksti dəyişmiş 5 tarixi hadisə. Videomuzu axıra qədər izləməyinizi xahiş edirəm, çünki sonuncu tarixi hadisə doğrudan sizin üçün maraqlı olacaq. Birinci, 300 Spartalı mifi. Deyilənə görə Fermopil döyüşündə 300 Spartalı çoxminli İran qoşununun, Əhəməni qoşununun qabağını almışdı. Lakin bu belə deyil. Fermopil döyüşündə 300 Spartalı ilə bir yerdə 400 Fibalı, 450-500 arası Fessaliyalı, elə təxminən bir o qədər də İlot iştirak eləmişdi. Yəni Fermopil döyüşündə 300 Spartalı ilə bərabər 1000 nəfərə yaxında əsgər var idi. 2. Marafon döyüşündən sonra marafon yarışları Olimpiya oyunlarına daxil edildi. Xeyr, marafon döyüşündən sonra marafon yarışları Olimpiya oyununa daxil edilməyib. Yunan Olimpiya oyunlarında ümumiyyətlə marafon qaçışı deyə bir yarış olmayıb. 1894-cü ildə ilk dəfə olaraq marafon qaçışı məhz Olimpiya oyunlarına daxil edilmişdi fransız bir həkimin təklif əsasında. 3. Pifaqor teoremini Pifaqor müxtira edib. Pifaqor teoremi, bəli, Pifaqorun adına çıxılır. Üçbucağın katetlərinin kvadratı cəmi hipotenuzun kvadratına bərabərdir. Belə bir teoremdir. Lakin eradan əvvəl 1800-cü ildə bu teorem artıq məlum idi və tətbiq də olunurdu. 4. Qladiator döyüşlərində qladiatorlar öldürülürdü. Yəni məğlub olan qladiator öldürülürdü. Xeyr, belə bir şey yox idi. Adətən döyüşlər məğlub edilən qladiator əldən düşəndə və yaxud ona ilk böyük yara dəyəndə artıq dayandırılırdı. Ölüm halları çox az olurdu. Çünki qladiatorlar çox baha-başa gəlirdi. Və ən nəhayət 5. Kağızın kəşfi. Deyilənə görə 105-ci ildə Çaylon kağızı kəşf edib öz hökmdarına təqdim etmişdi. Lakin 2021-ci ildə aparılan qazıntılar nəticəsində məlum olmuşdu. Kağız hələ bundan 500 il əvvəl də Çində var imiş. Və ən nəhayət bonus olaraq bir maraqlı şey də deyim. Deyilənə görə 2-ci Kiri Tomiris öldürüb başını kəsib torbaya tullamışdı. Lakin bu da belə deyil. Kirin mavzoleyində Kirin başlı, ayaqlı qəbri orada durur və Kirin öldürülmə əlaməti də yoxdur.